Xanımlar və cənablar, efirdə 61 verilişidir. Bugün bizimlə oynayanlar: Lənkərandan analitik Şahmurad Məmmədov, Lənkərandan foodbloger Elnurə Əlizadə və Ağdaşdan menecer Nurlan Əhmədov. Verilişin aparıcısı Nərmin Knyazı salamlayaq. Salam, hörmətli tamaşaçılar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyanın efirində 61 izləyirsiniz. Bildiyiniz kimi mövsümün seçim oyunları davam etməkdədir. Bu mövsümdə 61-də Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif yaşda intellektuallar yarışırlar. Və onlardan biri məhz böyük finalda 5000 manat pul mükafatını qazanacaq. Gəlin günün qalibini müəyyənləşdirək vaxt itirmədən. Qaydalarımız eynidir. 2 raund oynayırıq. Sonda isə final raundunda günün qalibini təyin edəcəyik. Beləliklə ilk raundla başlayırıq. 6 mövzumuz belədir. Həşəratlar, toyular mövzusunda oynayacağıq. ABŞ musiqisi. Himnin ilk sözü ilə ölkələr. Yuxulu mövzu. Saytlərdən yalnız A. Saytləri yalnız A olan sözlər eşidərik. Elnurə, buyurun seçim edin. Toylar 10. Toy öncəsi Anglikanlığı qəbul etmiş aktrisa. Şahzadə Harry'yə ərə getmək üçün nələr etməzsən? Şahmurad. Meghan Markle kimdir? Bəli, doğrudur. ABŞ musiqisi 50. 20 il əvvəl Michael Jackson ailəsi və hətta bütün vəkillərinin məhkəməyə gələrkən geydikləri geyimin rəngi. Elnurə. Qara nədir? Deyil. Michael Jackson'ın günahsızlığı əlaməti olaraq onların hamısı ağ rəngdə geyinmişdi. Davam edək. ABŞ musiqisi 40. Məşhur Rock Around the Clock mahnısının ilk 3 sözü. İstər tərcümə edə, istərsə də ingiliscə söyləyə bilərsiniz. Şahmurad. 1, 2, 3 nədir? Doğrudur Şahmurad. Həşəratlar 50. 1912-ci ildə Həşəratların həyatı işinin müəllifi Jean-Henri Fabre'ın az qala qazanacağı Nobel mükafatı. Elnurə. İq Nobel nədir? Deyil. Amma qərara gəldilər ki, o yazıcı yox, alimdir və ədəbiyyat üzrə Nobel mükafatını vermədilər. Davam edək. Həşəratlar 40. Düşbərə bükümü növlərindən birinə adını vermiş həşərat. Nurlan. Gürzə nədir? Yox. Kəpənək nədir? Olmalıydı. Davam edirik. Toylar 50. Təzə gəlinin öz ərinin qohumları ilə ilk görüşə ənənəsi. Amma bəzi rayonlarda təzə bəyin toyun səhəri günü dostları ilə görüşməsini də belə adlandırırlar. Bu ənənə üzə çıxdı, üzə çıxma adlanır. Davam edək. Toylar 40. Wolfgang Amadeus Mozart'ın Pierre Beaumarchais-ın komediyası əsasında yazdığı opera. Washington Post qəzetinin təşkil etdiyi səsvermədə minilliyin ən yaxşı musiqi əsəri seçilib. Şahmurad. Figaro'nun toyu nədir? Bəli, Şahmurad, odum. Yuxulu mövzu 50. 19-cu əsrdə həkim Neil Arnold tərəfindən yataq xəstələri üçün icad edilmiş döşəyin tərkibi. Belə döşək xəstələrə azacıq hərəkət etməyə və yataq yaralarından qaçmağa kömək edirdi. Elnurə. İpək nədir? İpək nədir? Deyil. Neil Arnold döşəyi su ilə doldurmuşdu. Belə döşək sayəsində xəstə azacıq da olsa hərəkət edirdi. Davam edək. Yuxulu mövzu 40. Mən yatıram ifadəsinin Eudorm kimi səsləndiyi Şərqi Avropa ölkəsi və ya 2 ölkə. Bosniya və Hersegovina nədir? Deyil Elnurə. Nurlan. Avstriya və ya Almaniya nədir? O da deyil.
dorm Rumunca mən yatıram deməkdir. Buna görə də həm Rumıniya nədir, həm də Moldova nədir demək olar, çünki eyni dildir. Davam edək. Saytlərdən yalnızca 50. Su ilə normal təzyiqdə 212 dərəcə Farenheitə baş verən proses. Nurlan, Qaynama nədir? doğrudur. Saytlərdən yalnızca 40. 1945-ci ilin bilik qiymətləri cədvəlində əla şagird olan Fidel Castro'nun gələcəyini təsvir edən sifət. Əla şagirddir, parlaq gələcəyi var. Davam edək. Saytlərdən yalnızca 30. Əfsanəvi İranlı ağırlıq qaldıran Məhəmməd Nəsiri Sırışdin yarışlar zamanı söyərək lənətlədiyi əşya. Şahmurad? Ştanq nədir? Bəli, odur. Yuxulu mövzu 30. Vaxtilə yatağı Milan yaxınlığındakı qəsri üçün modelyer Gianni Versace tərəfindən satın alınmış imperator. Yəqin ki, döyüşlərdəki qələbələri barədə şirin yuxular görürdü. Birinci Napoleon Bonaparte'dan söhbət gedirdi. Davam edək. ABŞ musiqisi 30. Eddie Durham və Leonard Weyer'ın 1935-ci ildə ixtira etdikləri gitara növü. Şahmurad. Elektro gitara nədir? Doğrudur. Həşəratlar 30. 1 hektar Afrika savanasında hər birində 20 milyona dək fərd olan 10 minə dək koloniya yarada bilən həşəratlar. Şahmurad. Qarışqa nədir? Qarışqalar. Təbii ki, bu qarışqalardır, bəli. Davam edək. Toylar 30. Əzim Əzimzadənin gördüyünüz rəsminin adı. Bu seriyadan olan digər rəsm o qədər də nikbin deyil. Şahmurad. Varlı evində toy nədir? Bu rəsm varlı evində toy adlanır. Kasıb evində toy rəsmi daha kədərlidir. Davam edək. Himnin ilk sözü ilə ölkələr 50. Mən ilk sözü deyirəm, siz isə ölkəni deyirsiniz. Kimi? Şahmurad. Yaponiya nədir? Doğrudur. Himnin ilk sözü ilə ölkələr 40. Ertra. Ertra, Ertra, Ertra. Eritreya himni belə başlayır. Davam edək. Himnin ilk sözü ilə ölkələr 30. Pak. Şahmurad. Pakistan nədir? Doğrudur. Həşəratlar 20. Elmi adında mellifera, yəni bal gətirən sözü olan həşərat. Elnurə. Arı nədir? Doğrudur. Saytlərdən yalnız A20. Aşpaz aş asmış, asmışsa da az asmış yanıltmacasındakı aşpazın adı. Nurlan. Abbas kimdir? Bəli, doğrudur. Saytlərdən yalnız A10. Cəmi bir il İsmayılı rayonunun mərkəzi olan ipəkçiliyi ilə məşhur yaşayış məntəqəsi. Nurlan. Baskal nədir? Doğrudur Nurlan. ABŞ musiqisi 20. Tarixdəki ilk səsli film olan caz müğənnisini ekranlara çıxarmış qardaşlar. Şahmurad. Lumière qardaşları nədir? Kimdir? Yox. Elnurə. Warner qardaşları kimdir? Bu filmi Warner Brothers studiyası çəkmişdi. Doğrudur. Davam edək. Toylar 20. 1912-ci ildə toy səyahəti zamanı fizik Ernest Rutherford ilə qonaq getmiş Danimarkalı. Bir aya yaxın orada qaldı. Şahmurad. Bor kimdir? Niels Bohr'dan söhbət gedirdi. Bəli. ABŞ musiqisi 10. Son canlı konsertini 1977-ci ilin 26 iyununda vermiş rock and roll kralı. Bəzi Amerikalılar hər şeyə baxmayaraq onun sağ olduğuna inanır. Şahmurad. Elvis Presley kimdir? Bəli, doğrudur. Davam edək. Yuxulu mövzu 20. İnsomniya xəstəliyinin xalq arasında adı. Şahmurad. Yuxusuzluq nədir? Doğrudur.
Himnin ilk sözü ilə ölkələr 20. Qorxma. Elnurə. Türkiyə nədir? Doğrudur. Yuxulu mövzu 10. Elnurə, ilk raundda günün fürsəti ilə qarşı-qarşıyasınız. 50 xal. Əli xalına gediş edirsiniz. Günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Yuxu bioritmini tənzimləyən hormon adındakı melas hissəni onun qaranlıqda ifraz olunmasına işarə edir. Melatonin nədir? Bəli, Elnurə, doğrudur. Eşitdiyiniz kimi, bu artıq ilk raundun sonu deməkdir. Xallara nəzər yetirək. Elnurə, mənfi 80 xalla ilk raundu bitirirsiniz. Nurlan, 0 xalla raundu tamamlayırsınız. Şahmurad, sizin isə 320 xalınız var. Qısa fasilə, daha sonra ikinci raundda görüşəcəyik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 davam edir. Biz bugünkü oyunun ilk raundunu geridə qoymuşuq. İkinci raundu oynayacağıq birazdan, amma bugünkü iştirakçıları da daha yaxından tanımağı təklif edirəm. Nurlan, xoş gördük. Xoş gördük. Bildiyimə görə siz menecersiz və kitab sahəsində. Bəli. Yeni nəşr olunan kitablardan ən son hansıları oxumusunuz və hansıları tövsiyə edərdiniz? Yeni nəşr olmuş kitablar, yəni müxtəlif janrlarına görə ayrılır. Adətən tövsiyə edəcəyim kitab yəqin ki, indi ağlıma gələn Robert Greene'in İnsan Təbiətin Qanunları kitabı ola bilər. Çox yaxşı kitab. Mənə maraqlıdır, bəs indiki gənclər, daha çox mağazalara üst tutanlar hansı kitab axtarırlar? Daha çox bu klassik kitablar ola bilər bəzən və yaxud belə deyək, müasir amma populyarlaşan, yəni belə deyək, kitablar ola bilər. Var elə bir kitab ki, daha çox axtarılır. Matt Haig'in məsələn Gecə Yarısı kitabxanası bu dəqiqə gənclər üçün favorit kitablardan biridir. Nurlan, təşəkkür edirəm. Ümid edirəm oxuduqlarınız bugün köməyinizə çatar. Təşəkkürlər. Elnurə, xoş gördük. Xoş gördük. Necə hiss edirsiniz özünüzü? Belədir. İlk dəfə də oynayırsınız. Bəli, Həyəcan var. çox. Buranın abu-havası xoşunuza gəlir. Televizorda tam başqadır, burada isə tam başqadır. Elnurə, biraz sizi yaxından tanıyaq. Bildiyimə görə həm food blogersiniz. Bəli. Necə oldu başladınız bu sahəyə? Düşündüm ki, bu həyatda ən yaxşı bacardığım iş yemək yeməkdir. Dedim, bunu niyə də pula çevirməyim? Nə qəşəng. Bəli. Siz həm də Koreya dilini öyrənmisiniz. Bəli. Koreya mətbəxindən nəsə hazırlayırsınız? Mənim işim ancaq yeməkdir. Hazırlamaq deyil, amma hazırlaya da bilirəm, bəli. Aha, Koreya mətbəxindən bəs necə? Nəyi tövsiyə edərdiniz? Daha çox onlarda kimbap məşhurdur. Aha. Hansı ki sushi oxşuyur, amma sushi deyil, tərkibi başqadır. Kimçiləri var, bizim kələm turşusunun bir başqa növüdür. Bibimbap, düyü unundan belə deyim də hazırlanır. Belə bunları tövsiyə edə bilərəm hələ ki. Qısaca olsa da istəyərdim məlumat verəsiniz necə Koreya dilini öyrəndiniz? Çünki o qədər də yaxın dil qrupu deyil və rahat deyil öyrənmək. Mən universiteti bitirəndən sonra Koreyada mən magistr oxumaq istirdim. Mən IELTS aldım, düşündüm ki, Koreya üçün də topik almaq lazımdır. Sadəcə pul qazanmaq daha şirin gəldi mənə, ona görə getmədim və qaldım burada. Bəli. Aydındır Elnurə. Uğurlar arzu edirik sağ olun. sizə. Şahmurad, xoş gördük. Sağ olun. Necə gedir oyun? Yaxşı gedir deyə bilərəm. Çünki Yəni, əsas qabaqdadır, yəni əsas xallar. aha. Siz özünüz haqqında çox məlumat verməyi sevmirsiniz deyəsən. Bəzən tam da xoşlamıram məlumat verməyi, amma təbii ki, məndə də maraqlı məlumatlar var özüm Okey. haqqında. Çox istərdim ki, bugün sizi yaxından tanıyaq. Siz haqqınızda bildirmisiniz ki, mən video oyunlar oynamaq, yəni boş vaxtımda video oyunlar oynamağı xoşlayıram. Mifologiya ilə maraqlanırsınız.
Yəni, video oyunları nəyə görə xoşlayıram? Yəni işdən sonra düşünürəm ki, video oyunlar stressimi biraz azaltmağa kömək olur. Yəni hətta bəzən olur ki, 4-5 saat oturub video oyunu oynaya bilərəm. Amma ondan sonra təbii ki tövsiyə olunmur təbii ki. Ondan sonra amma bir neçə gün özümə məhdudiyyət qoyuram və notebookdan uzaqlaşıram ən azı video oyun sahəsində. Və mifologiyaya gəldikdə isə mifologiyanı tam dərinlərinə qədər oxumamışam. Səthi şəkildə amma bəyəndiyim hissələri var təbii ki. Hətta mifologiya ilə bağlı çox gözəl bir oyun da var, God of War oyunu. Yəni onu tövsiyə edə bilərəm hər kəsə. Çox yaxşı oyundur, oynaya bilərlər. Çox göndərmələr var mifologiyaya. Maraqlıdır. Mən hələ oyun tövsiyəsi eşitməmişdim. Şahmurad, uğurlar arzu edirik sizə də. Hal-hazırda ikinci raunddayıq. İkinci raundda bizim cavabların dəyəri 2 qat artıb. Gəlin raundun mövzularını tanıyaq. Alimlər, yağlı mövzu, quşlar mövzusunda oynayacağıq, tanrılar, dillər və aylar. Elnurə seçim edin. Yağlı mövzu 20. Dovşanın saatını kərə yağı ilə yağlamaqla Alisanı təəccübləndirdiyi əsərin müəllifi. Nurlan? Lewis Carroll kimdir? Bəli, Nurlan odur. Alimlər 20. 90 il əvvəl Sovet hakimiyyətinin şərti refleksləri öyrənməyi davam etməsi üçün yeni laboratoriya inşa etdiyi alim. Şahmurad. Pavlov kimdir? Doğrudur Şahmurad. Davam edək. Yağlı mövzu 40. Kalmıkların comba adlandırıb içinə piy, yağ, duz, ədviyyat və süd əlavə etdikləri içki. Elnurə. Qımız nədir? Deyil. Bütün bunları kalmıklar çaya, daha dəqiq desək, yaşıl çaya əlavə edir. Davam edək. Alimlər 40. Öz elmi işlərini Pisa'dan olan Leonardo Bonaccinin oğlu kimi imzalayan alim. Elnurə. Leonardo da Vinci kimdir? Yox. Latınca bu belə səslənirdi. Leonardo Pisano Filio Bonacci. Fibonacci ləqəbi belə yaranıb. Davam edək. Alimlər 60. Soyadı kvadrat tənliyin kökləri arasındakı əlaqəni ifadə edən teoremi daşıyan François. Şahmurad. Qaos kimdir? Yox. Teorem François Vietin teoremi və ya sadəcə Viet teoremi adlanır. Davam edək. Tanrılar 20. İlk öncə öküzü, yalnız sonra insanı, ümumilikdə isə zərdüştlüyü yaradan Tanrı. Elnurə. Zərdüş kimdir? Xeyr. Şahmurad. Vaxtınız bitdi. Nurlan. Ahura Mazda kimdir? Deyil. Söhbət Hörmüzdən gedirdi. Davam edək. Tanrılar 40. Hamisi Misir tanrısı Amonun oğlu Honsu olan səma cismi. Şahmurad. Ay nədir? Doğrudur. Aylar 40. Ərəb dilində haram edilmiş mənasına gələn ay. Bu, müharibələrə başlamağın qadağan edildiyi 4 aydan biridir. Məhərrəm ayı nədir? Bəli, Şahmurad, odur. Dillər 40. Alfred Nobelin şəxsi katibinin bilməli olduğu dil. İngilis, fransız və alman dillərindən savayı. İsveç dili nədir? Bəli, Elnurə. Aylar 20. Nə qədər qəribə olsa da yerin günəşdən ən uzaqda olduğu yay ayı. Nurlan. İyul nədir? Bəli. Dillər 60. 1948-ci ildə Britannica ensiklopediyasının çoxdan danışıq dili kimi ölü adlandırmasına baxmayaraq, yeni yaranmış dövlətin dili olan dil. Şahmurad.
Latın dili nədir? Yox. İvrit İsrailin rəsmi dili oldu. Davam edək. Quşlar atmış. Daha kiçik növləri ağaca saniyədə 30, daha böyükləri isə 15 dəfə döyəcləyə bilən quşlar. Nurlan. Ağac dələn nədir? Bəli Nurlan, odur. Alimlər seçsin. Evklidin 5-ci postulatı haqqında elmi əsəri 1298-ci ildə Nəsrəddin Tusi tərəfindən şərh edilmiş alim və şair. Tusi Ömər Xəyyamın əsərini belə yüksək qiymətləndirib. Davam edək. Alimlər 100. Çətin zamanlar haqqında danışıqlar sadəcə olaraq öz tənbəlliyimizə haqq qazandırmaqdır deyə iddia edən fizik. İşləmək lazımdır. Bizim dahi həmvətənlimiz Lev Landau'dan söhbət gedirdi. Davam edək. Quşlar seçsin. Xakasların xısxılıq adlandırdığı çəhrayı quş. Nurlan. Flamengo nədir? Bəli, odur. Quşlar 100. Kividə dimdiyin ucunda yerləşən bədən üzvü. Buna görə o, dimdiyini yerə soxaraq qida axtarır. Şahmurad. Dil nədir? Yox. Elnurə. Göz nədir? O da deyil. Dimdiyinin ucunda burun dəlikləri yerləşir. Davam edək. Tanrılar seçsin. Kurukshetra səhrasında döyüşdə Tanrı Krishnanın Arjuna'nın cəng arabasını idarə etdiyi epos. Mahabharata nədir? Davam edək. Tanrılar 60. Çarlığında Acheron, Kosit, Leta, Flegeton və Styx çayları axan qədim Yunan tanrısı. Poseidon Elnurə. nədir? Deyil. Qədim Yunan cəhənnəmində Aid hökmdarlıq edirdi. Dillər seçsin. Qanuna görə cari ilin 25 aprelindən etibarən prime time'da bütün milli telekanalların xəbər proqramlarında müşayiəti tələb olunan dil. Elnurə. İngilis dili nədir? Yox. Bu jest dilidir. Davam edək. Quşlar 40. Yuvasını nəsillər boyu eyni yerdə quran quş. Almaniyada belə bir yuva 1549-cu ildən 1930-cu ilədək mövcud olub. Nurlan. Archaeopteryx nədir? Deyil. Şahmurad. Leylək nədir? Belə uzun müddət eyni yerdə yuva quran leyləklərdir, bəli. Davam edək. Aylar 100. Fibonacci ardıcıllığının aydakı gün nömrəsi olan ən böyük həddi, ardıcıllığın ondan əvvəlki həddi 13-dür. 21-dən söhbət gedirdi, ondan sonraki hədd 34-dür, ayda isə bu qədər gün olmur. Davam edək. Aylar 80. İkinci Dünya Müharibəsinin başlama və bitmə ayı. Gün fərqi də minimaldır. Ayın biri başlayıb, ikisi isə bitib. Şahmurad. Sentyabr nədir? Doğrudur Şahmurad. Aylar 60. Babank. Vabank gedirsiniz. Günün fürsətinin 300 balıq. Cavabını sizin üçün səsləndirirəm. 1981-ci ilin İspaniyada hərbi çevrilişə cəhdi 23F adlandırılan ayı. Fevral nədir? Bəli, 23F bu 23 fevraldır. Doğrudur Şahmurad. Davam edirik. Quşlar 20. Quşun qədim Misir tanrısı Anubis tərəfindən tərəzinin bir gözünə qoyulduğu bədən hissəsi. Digər gözünə o, ölən insanın ürəyini qoyurdu. Şahmurad. Lələk nədir? İnsan ürəyindəki günahlar lələkdən yüngül olmalıydı. Doğrudur. Davam edək.
Dillər 20. Somalinin əsas, həmçinin Efiopiyanın bir neçə bölgəsi, Cibuti və Kenyanın dili. Elnurə? Suaxili dili nədir? Yox. Nurlan? Zulu dili nədir? O da deyil. Dil də Somali adlanır. Davam edək. Tanrılar 100. Adel Şeyxetdinova və Ay Yola Başqırt qrupunun mahnısına adını vermiş ilahə. Şahmurad? Humay nədir? Bəli, odum. Dillər 100. Şahmurad? Aha. 120 xal. 120 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Dilşünas Max Fassmer'in sözlərinə görə alça sözünün rus dilinə keçdiyi dil. İngilis dili nədir? Təəssüf. O hesab edirdi ki, alça sözü rus dilinə Azərbaycan dilindən keçib. Eşitdiyiniz kimi artıq ikinci raundu da geridə qoyduq. Xallara nəzər yetiririk. Elnurə mənfi 400 xalla ikinci raundu bitirirsiniz. Təəssüflə qeyd etməliyəm ki, finalda bizdən oynamayacaqsınız. Nurlan, sizin 100 xalınız var. Şahmurad 600 xalla finaldasınız. Hazırda biz final raundunda oynayacağımız mövzunu açıqlayacağım. Və qısa fasilə ərzində hansı xalla gediş edəcəksiniz, siz bunu müəyyənləşdirəcəksiniz. Beləliklə, finalda oynayacağımız mövzu pələnglər mövzusudur. Qısa fasilədən sonra final raundunda görüşəcəyik. Əziz izləyicilər, İctimai Televiziyanın efirində 61-in bugünkü seçim oyununun final mərhələsindəyik. Fasilədən öncə finalda hansı mövzuda oynayacağıq bunu artıq açıqladım və fasilə boyunca da iştirakçılarımız hansı xalla gediş edəcəklər bunu müəyyənləşdirdilər. Qaydaları bir daha vurğuluyum. Əgər doğru versiyanı yazsalar iştirakçılar bu xallar hesaba əlavə edilir. Yanlış olduğu təqdirdə isə hesabdan silinir. Gəlin vaxt itirmədən günün qalibini müəyyənləşdirək. Beləliklə, finalda oynayacağımız mövzu pələnglər mövzusudur. Final raundunun cavabı isə belədir. Singapurun gerbində pələngin simvolizə etdiyi ölkə. Vaxt getdi. Vaxt bitdi. Gəlin versiyalarınıza nəzər yetirək. Nurlan, sizin versiyanı görək. Hindistan yanlışdı Nurlan. Hansı xalla gediş etmişdiniz? 100 xalla gediş etmişdiniz, 0 xalla oyunu tamamlayırsınız. Şahmurad, sizin versiyanı görək. Yaponiya yanlışdı. Vaxtilə Singapur Malaziyanın tərkibində olub. Malaziya olmalıydı. Hansı xalla gediş etmişsiniz? 399 xalla gediş etmişsiniz Şahmurad. Bu o deməkdir ki, 201 manatla oyunu tamamlayırsınız və bugünkü oyunun da qalibi sizsiniz. Buyurun mərkəzə. Şahmurad, təbrik edirəm. Çox sağ olun. Necə hiss edirsiniz? Çox da razı qalmadım oyunumdan, amma yenə utdum ən az. Maraqlı oyun oldu bəs sizcə? Bəli, məncə yetəri qədər maraqlı idi. Bəs həyəcan var idi? İlk başlarda biraz, amma sona yaxın həyəcanım yox idi. Bilirsiniz də indi seçmə oyunlardır və mənim ənənəvi sualım var. Siz Bilirəm. bizlə davam edirsiniz. Bəli, davam edirəm. O zaman növbəti oyunda sizi burada görəcəyik. Oldu. Uğurlar Çox sizə. sağ olun.
Mən isə vurğulamaq istəyirəm ki, böyük finalda bizim finalçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Hazırki nəticələrə görə bizim finalçılarımız var. Gəlin onları tanıyaq. 2959 manatla Əşrəf Paşabəyli finalçımızdır. 5802 manatla Həsən Abbaslı hazırki nəticələrə görə finalçıdır. Amma nəticələr necə dəyişəcək artıq bunu seçmə oyunlardan sonra görə biləcəyik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bizi izləyirdiniz. Növbəti həftə yenidən burada olacağıq. Hələlik.